Mesela ruhani bir inqilab etmək istəsəydiniz, bunun səbəbi nə olardı? Oyanış. Əgər sən oyanmasan, sən heç bir şey eləmirsən. Sən oyanmasan, sənin həyatın olacaq bitki həyatı. Hər şey başlayır oyanışdan. İrfanda maraqlı bir məqam var. Deyir ki, insanın seyrinin, o daxili ucalmağının mərtəbələri var. Xacə Abdullah Ənsari adında böyük mistiklərdən biri olub. 1006-cı ildə yaşayıb, 11-ci əsrdə. Onun məşhur klassik əsəri var. Mənazilus Sairindir. Yəni o ariflərin seyr yolunu gedənlərin mənzilləri. Orada 100 dənə mənzil sadalayır. Buna da dini ədəbiyyatdan götürüb ha. Yəni irfan bizdə söykənir dini ədəbiyyata. Və irfan yolunun birinci addımı deyir yəqzədir, oyanış. Və bir insan deyir, əgər oyanmasa o heç nə eləmir. Nə vəziyyətini dəyişir, nə qorxularını yenir. Yaxşı, necə oyanasan? 3 dənə şərt göstərir. Bu 3 şərtdən deyir insan oyanır. Birinci, əlində olan nemətlərə diqqət. Əli boşsan, yoxsa əli dolusan, sağlamlıq var. O boyda yaradanın xəlifəsisən. Səndə nə qədər dərin bilgilər var. Ətrafa baxırsan, səni sevənlər var, ailən var. Çox şeylərin var. Bədənin var, düşüncən var, şuurun var. Sən bir daş da ola bilərdin. Ancaq sən bir insan yaradılmısan. İkinci, qadağaları pozmağın faciəsini anlamaq. Sən anlamalısan ki, mən bu yanlışlıqları icra edirəm, bunun sonu uçurumdur, bunun sonu fəlakətdir. Əgər bunu anlamasan, bunu düşünməsən, səndə oyanış baş verməyəcək. Üçüncü, gecə və gündüzün sürətlə getdiyini dərk eləmək. Yəni əlində olan o zaman var ha, o sürətlə gedir. Və zamanın sürətlə getdiyini bilmək insanı tələsdirir. Sonra bir dənə də ifadə işlədir, deyir xəlül adət, adətləri tərk eləmək. Və deyir ki, oyanışa güclü təkan verən xüsusiyyətlərdən biri vərdişləri tərk eləmək. Əslində zərərli vərdişləri, tənbəllik, yaxşı işləri sona saxlamaq. Bunlar da vərdişdir. Neqativ düşüncə, o şükür var ha. O şükür etməmək vərdişi. O özü də vərdişdir. Elə adam var danışdırırsan, ancaq deyinir, ancaq gileylənir. Zərərli vərdişdir. Düşüncə vərdişidir də. Sən bunları tərk eləməsən, heç bir zamanda səndə bir inkişaf qətiyyən yaranmayacaq.